Salam əziz 4-cülər və valideynlər, sizləri kanalımda xoş gördük. Biz bugün 4-cü sinif Azərbaycan dili 2-ci hissə dərsindən səhifə 94, 95 və 96 olan tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Tapşırıqlara keçməmişdən öncə kanalımıza abunə olmağınızı və bəyənməyinizi unutmayın. Siz videolarımızı bəyənərək yeni izahlı videolardan yararlana bilərsiniz. Çalışma 2A. Aşağıdakı şəkillərdə robotla insanın hansı fərqləri təsvir olunmuşdur? Onlar arasında başqa hansı fərqlər var? Gördüyümüz kimi birinci şəkildə bizə deyir, qız deyir ki, Robi gəl dönər yeyək. Robi isə ona deyir ki, çox sağ ol, artıq toxam. Deməli, burada hər ikisi oturub masa arxasında yemək haqqında söhbət gedir. İnsan təbii yeməklər yeyir. Robot isə tox olduğunu göstərir. Elektrik cərəyanını göstərir. Robot enerjini elektrikdən aldığını demək istəyir. Keçək ikinci şəklə. İkinci şəkildə insan verilmişdir. Digərində isə robot verilmişdir. Deməli, burada onların xarici görünüşü göstərilib. Adi insan dəridən, əzələlərdən və sümüklərdən ibarətdir. Robot isə metallardan ibarətdir. Çalışma B. İnsan və robot adlı mətni dinləyin. Əldə etdiyiniz məlumatlar əsasında onları müqayisə edin. Deməli, siz yazıb o insan və robot adlı mətnini dinləyin. Sonra isə oradan özünüzə lazım olan məlumatları götürə bilərsiniz. Robot verilmiş proqram əsasında əvvəlcədən nəzərdə tutulan işləri yerinə yetirən avtomatik qurğudur. Robot və insanın əsas fərqi: insan bioloji varlıqdır. O qidalandığı ərzaqdan enerji alır. Robotun enerji mənbəyi elektrik cərəyanıdır. Robotlar heç vaxt insana xas olan duyğulara malik olmurlar. Keçək çalışma C-yə. Aşağıda süni intellekt ensiklopediyasından bir hissə verilmişdir. Bu hissəni oxuyun və robotların faydası haqqında danışın. Keçək oxumağa. Çalışma C. Oxuduğunuz hissənin mövzusunu müəyyən edin. Bu hissəyə giriş və sonluq yazın. Tip sahəsi. Robotlar sağlamlığımızın keşiyində durur. Onun vasitəsilə biz daxili orqanlarımızın xəstəlikləri barədə qabaqcadan xəbər tuturuq. Ağıllı tibb cihazlarının köməyi ilə ən çətin cərrahi əməliyyatlar aparılır. Hərbi hissə. 44 günlük 2-ci Qarabağ müharibəsi hərbi PUAların pilotsuz uçuş aparatlarının necə effektli olduğunu bütün dünyaya nümayiş etdirdi. Min axtaran robotlar əraziləri minalardan təmizləməklə insan itkisinin qarşısını alır. Deməli, burada mövzu robotların faydasıdır. Giriş hissə. Son illərdə artıq bir çox sahələrdə robotlardan istifadə edilir. Robotlar tamamilə insanları əvəz edə bilməsələr də müəyyən sahələrdə insanlara köməkçi olaraq çalışırlar. Sonluq hissə. Robotlar bir çox sahələrdə insanların işini asanlaşdırır və onlara köməkçi olurlar. Buna baxmayaraq insanları tamamilə əvəz edə bilməzlər. Keçək səhifə 95-ə. Çalışma D. Verilmiş məlumatlar ensiklopediyaya hansı yarımbaşlıqlar altında əlavə edilə bilər? Frerob. Yanğın söndürən robot yanğın olan obyekti seçir və onu söndürmək üçün lazımi tədbirlər görür. O suya 55 metr məsafəyə qədər vura bilir. Deməli, burada təhlükəsizlik yarımbaşlığı altında yazıla bilər. Keçək ikinciyə. HRP-5P adlı robot divarı tək başına hörə bilir. İnşaatçı kimi işləyən bu robot gələcəkdə tikinti işlərini də öz üzərinə götürə bilir. Bu şəkilə isə tikinti yarımbaşlığı adı altında verilə bilər. Çalışma E. Sizcə ağıllı avtomobil adi avtomobildən nə ilə fərqlənir? Adi avtomobili insan idarə edir. Ağıllı avtomobil isə özü proqram vasitəsilə istifadə oluna bilir. Keçək çalışma Ə-yə. Əgər öz robotunuzu yaratsaydınız, ona hansı işi tapşırardınız? Bu isə sizin özünüzün həll edəcə biləcəyiniz bir tapşırıqdır.
Keçək təhsil. Robotların ən böyük tətbiq sahələrindən biri də təhsildir. O, şagirdlər üçün fərdi təhsil proqramları hazırlayır, onlayn dərslərin təşkilinə kömək edir. Bəzi testlərdə sualların müəllimlər yox, kompüterlər tərəfindən tərtib olunduğu və cavabları onların qiymətləndirdiyi barədə yəqin ki, məlumatınız var. İstehsalat. Böyük zavodlarda istehsalat prosesləri robotlar tərəfindən idarə olunur. Hansı müəssisə daha güclü və müasir robotlarla təmin olunubsa, onun məhsulları daha keyfiyyətli və qüsursuz olur. Gəlin keçək səhifə 96-ya. Nitq dil qaydaları, nitq hissələri. Çalışma 3A. Fikirlərin düzgün yoxsa yanlış olduğunu müəyyənləşdirin. Qaydaları nümunələrlə izah edin. Deməli, ümumi isimlər həmişə böyük hərflə yazılır. Bu yanlışdır. Xüsusi isimlər həmişə böyük hərflə yazılır. 2. Sifət, əlamət və keyfiyyət bildirən sözdür. Doğrudur. Məsələn, gözəl, mehriban, ağıllı. 3. Varlığın rəngi onun keyfiyyətini bildirir. Yanlışdır. 4. Roma rəqəmləri ilə miqdar sayıları göstərilir. Yanlışdır. Roma rəqəmləri ilə sıra sayıları göstərilir. 5. Bəzi ümumi isimlər xüsusi isim kimi də işlənə bilər. Doğrudur. Məsələn, lalə, bənövşə. 6. Bəzən feillər şəxsə və kəmiyyətə görə dəyişmir. Doğrudur. Çalışma 3A-nın həlli. Keçək çalışma B-yə. Verilmiş sözləri cədvəl üzrə qruplaşdırıb yazın. İsim, sifət, say, əvəzlik, feil, zərf. Gəlin bu sözlərə görə hər birini uyğunlaşdırıb yazaq. Deməli, ismə aiddir. Göbələk, bahar, meşə, dəniz. Sifətə aiddir. Maraqlı, nazik, səmimi, xeyirxah. Saya aiddir. 10-cu, 100, biraz, çox. Əvəzlik, biz, bu, həmin. Feil, boylan, dinlə, sakitləş. Zərfə aiddir. Cəld, dünən, irəli. Keçək çalışma C-yə. Cümlələrdəki fərqləndirilmiş sözlərin hansı nitq hissəsinə aid olduğunu müəyyən edin. Biz onunla bu barədə xeyli danışdıq. Burada xeyli zərfdir. 2. Arzunun gözəl nitqi var. Burada gözəl sifətdir. Biz gecə gəlmişik. Burada gecə zərfdir. Keçək B-də olan cümlələrə. Otaqda xeyli adam var idi. Burada xeyli saydır. Anar tədbirdə gözəl oxudu. Burada gözəl zərfdir. Gecə gündüzdən uzundur. Burada gecə isimdir. Keçək çalışma C-yə. Sözlər arasındakı qanuna uyğunluğu müəyyən edin və tamamlayıb köçürün. 1. Qupquru, tündgöy, ən yaxşı, dumaq və bu mavi rəngdə verilmiş sözlərdən sapsarı buna aid etmək olur. Deməli, qupquru, tündgöy, ən yaxşı, dumaq və sapsarı. Birincidə sapsarı sözü götürülür. 2. Göyümtül, turştəhər, açıq yaşıl, bozumtul, uzunsov. İkincidə də uzunsov sözü götürülür. Nöqtələrin yerinə əlavə olunur. Çalışma D. Cümlələrdəki köməkçi nitq hissələrini müəyyən edin. Quşun səsi lap yaxından gəlirdi. Burada lap ədatdır. Səhərə kimi yağış yağdı. Kimi burada qoşma. Anar tezdən durmuşdu. Ancaq yenə dərsə gecikmişdi. Ancaq bağlayıcı. 4. Deməli biz qalib ola bilərik. Deməli modal söz. Bəhbəh, necə həzin səsi var. 5-cidə bəhbəh sözü nida. Çalışma D. Çalışma E-yə keçək. Nöqtələrin yerinə uyğun köməkçi nitq hissələrini əlavə edərək cümlələri köçürün. Danışmazdan əvvəl yaxşı-yaxşı düşün. Bu işi ancaq sənə tapşıra bilərəm. 3-cü. Nəhayət oyun başa çatdı. 4. Bu kitabda təyyarə və gəmlərə aid məlumat var. Deməli, bu sözləri nöqtələrin yerinə yazıb cümlələri köçürdə bilərsiniz. Bugünkü tapşırıqlarımız bu qədər. Kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. Hələlik.